Hə, köhnələr. Gününüz xeyirli olsun, hər gününüz uğurlu olsun. Həmçində elə bu gün. Bayaq xəbərləri oxuyuram. Bir xəbər gəldi, çıxdı gözümün qabağına. Sən demə Çində yeni bir qanun qüvvəyə mindi, hansı ki deyir ki, bundan sonra ki ər-arvad evlənirlər ha, boşanırlar ha sonra ya. Yəni ər də, arvad da öz nikah dövründə kim nə alıb, yəni kim nəyi sübut eləyə bilsə, kim nəyin pulunu verib, ayrılanda da həmən də o qalır hələ ona. Yəni o söhbət ki, mən getdim ərə, əlimə yığdım neyi var, sonra da ki çıxdım getdi, ad oldu ki, mən ərdə oldum, bir dənə də uşaq apardım özümlə, sonra da ki ömür boyu, ömrünün axırına kimi uşağa yerdirəm ki, atonu filandır, beşməkandır, pisdir, məni atdı. Başa düşdünüz də məni, ya da ki başqa söhbət. Ərə gedirlər, sonra da ki oğlan narkoman çıxdı. Neysə, bu söhbətlərə hamısına Çin dövləti son qoydu. Artıq kim nəyin pulunu verib, boşananda da o ilə bir yerdə çıxıb gedəcək. Məncə çox yaxşı bir qanundur. Onu da mən istəyirəm bildirim ki, bilməyənlər var da aramızda 100% ki, nikah müqaviləsi adlanan bir sənəd var. Yəni evlənməkdən qabaq o nikah müqaviləsi sizdə olsa, siz hər tərəfli, yəni ki, hər şeydən özünüz müdafiə olunmuş olursunuz. Yəni bu barədə artıq hüquqşünaslarla danışın, onlar sizə məsləhət verərlər, dəqiq bu nə olan şeydir. Həmçində, necə deyərlər, fürsətdən istifadə edərkən sizdən hamısından xahiş edirəm ki, əgər siz daha ətraflı, daha sosial məlumatlarla rastlaşmaq istəyirsinizsə, yəni mənim ifamda, mənim rəylərimi bilmək istəyirsiniz bəzi məsələlərlə bağlı, çox xahiş edirəm sizdən, siz məni YouTube və Instagram kanallarımda da izləyin. Mənim TikTok profilimdə başlıqda onların hamısına keçid var. Qəlbdən qəlbə bu qədər.